Hər bir salamlayıram. Bu gün biri-birindən gözəl videolar çəkən Elmir Niyazadənin videolarına baxacağıq. Hələ də Elmir Niyazadəni takip etməmişsə Instagramdan videolarını izləyə bilərsiniz. Həqiqətən çox qəşəng videolar çəkir. Axtarışda çıxmasa əgər qıraqda Instagram səhifəsini qoyacağam. Və videoma like atmamışsa aşağıdan videomuza like atmağı yaddan çıxarmayın. Kanalıma da abunə deyilsinizsə əlbəttə ki kanalıma abunə olun. Çünki hər gün video çəkirəm. Belə özümü tərifləmək kimi olmasın, amma düzdür, biraz abunə falan gecikəndə, like videoya az gələndə istər-istəməz insan biraz həvəsdən ölür. Amma mən hər gün video çəkirəm. Buna görə like at, bir dənə zəhmət deyilsə abunə ol. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. Bu arada kanalımızda heç Elmir Niyazadənin videolarına reaksiya yoxdur. İlk səfərdir. Qəşəng videolar çəkir. Əslində qarşıma çıxıb bir neçə videosu maraqlı gəlir mənə. Buna görə də dedim ki, nəyə görə də Elmir Niyazadənin videolarına reaksiya çəkməyək. 8-dən sonra 9 gəlir. 9-dan sonra 10 gəlir. ondan sonra 11 gəlir. 11-dən sonra 11-dən sonra 12 gəlir. 13-dən sonra 14 gəlir. 14-dən sonra 15 gəlir və rəqəmlər sonsuzdur. Nə bilim, buna nə reaksiya verə bilərəm. Gecə saat 3-də dostum yazar. Sən Gecə saat 3-də yazan dostlar da var. Belə bir dost bizə qismət olmadı. Ancaq işi düşəndə zəng eləyir. bax qırılmışların canı. Sənə at verirəm ölənlərin görünə ma bir qız tap. O elə bildim pula görə zəng eləyir. Qızla dalaşanda sən. işıq deyə elə bil ki, yalvaracam buna. Ay qız, eşidirsən məni vəbşi? Sən mənə lazım da deyilsən. Nə sən məndən mesaj gözləyirsən, zəng gözləyirsən məndən, yalvarmağımı gözləyirsən. Gəl düşünlə məşğul ol. Sən hara, mən hara? Sən kimsən ki, mən sənə yalvarım. Davay. Əla, bu dəfə alındı deyəsən. Qapıdan qulaq asaq. Ay mənim baqqusum. Yox, bu dəfə alınmadı Elmir. Bu nədir lan? Ay Nəyə görə belə oldu mən də anlamadım. Nəsə tərslik oldu biraz. mənim dəli baqqusum. Məncə bu səsdən sonra 100% barışacaqsınız. 2075-ci ildə atalar sözü. O vaxtı atalarımız yaxşı deyib. Damyon qır. Unke. Yeganə atalar sözü olacaq ki, mənası olmayacaq. Mənası odur ki, sadəcə bir zamanlar trend var idi. O zamanlar çox qəşəng olub. Satışa maşın qoyanda gələn zənglər. Yəni buna zəng edeyim görüm. Alo. Alo. Salam eşi qardaş. Bu maşına görə zəng eləmişdim sizə. Salam qardaş, buyur. Neçənci ilin maşındır? İli 2017-dir qardaş. Neçə motordur bir də maşın? Motoru 3 motordur. Qardaş maşın probegi nə qədərdir? Probeg 131 min də qardaş, yazılıb da orada hər şey. Məncə turbo azda paylaşılıbsa, yəni maşın satan yerdə ora nəqliyyatlar falan satılır orada. Maşının haqqında nəsə yazırsan da orada yazmalı idi məncə. Yazmayan adamlar da var. Nə satırsınız qardaş? Qiyməti 55 mindir qardaş, yazılıb bax orada. Maşın rəngi nədir? Rəngi nə rəngdir? Rəngi qaradır qardaş, qara. Göstər axı, qara. Qardaş bu maşın BMW-dir yoxsa Mercedes? Necə yəni Mercedes yoxsa BMW? Sən məzələrini sana deyəsən məndən. Ay qardaş niyə əsəbləşsən? Nəysə buna zəng eləyən içkili adamdır. Zibillikdən tapılan uşağın hekayəsi. Sənin adın nədir? Ata, anam niyə ağlayır? Səni zibillikdən tapmışdıq axı. Dedim ki, səni təzdən aparaq qoyaq zibilliyə. Ona görə ağlayır. Niyə? Dərslərini oxumursan da, nəyə lazımsan ki? Promo yüzünə dedi. Sənin 2 dənə də qardaşın var idi? Yox, bilmirdim. Hə, bax, onlar da dərslərini oxumadı deyə apardıq təzdən qoyduq zibilliyə. Nəysə, mən durum dərslərimi oxuyum. Yoxsa sizə güvən yoxdur. Məncə heç oxuma, onsuz da oxuya bilmirsən. Niyə oxuya bilmirəm ki? Kitab tanış gəldi nəsə. Milli müdirinə demişəm, dərslərindən 5 almasan, gəlib götürəcəklər səni. Yenə də bax da özün bilərsən. İstəyirsən Oxu Elmir, oxu. O vaxtı mənə də deyirdilər, oxumasan əgər həkim çağıracaq. Əvvəllər iynədən biraz qorxurdum. İçkili evə gələrsən. öldürürəm, babat içmişəm. Öyle şəftlərə var bir dənə, şəftəyə deyirəm, şəftə var bir dənə. Biri ayaqqabıdır, biri şəfid. Adam bilsə ki, piyanam 2 yerə böləcək məni. Kimdə? Bu evə girən kim qatım girim otağa bilməsin ki. Ayaqqabı ilə girdi evə deyirsən. Yox, ayaqqabılarını çıxarıb. Elə bildim ayaqqabı ilə girəcək. Ay bala. Gəl otur bir dənə çay içək. Yaxşı ata, gəlim çay da. Elmir eləmə.
Şübhələndi elə bir biraz. İçdim ata. Mən gedim otağa. Yatım biraz yorğunam. Nə yaxşı palto eləmədim. Sonra qapımı bağlayım, yatım biraz dincəlim. Bunun açarı nəyə görəsən? Remen idi o elə deyəsən. Açarını axtarsan? Deyə burada da açar. Sən yenə etmişsən. Vəziyyət ağır olacaq. Bu videonun axırına baxmayaq məncə. Davamını gözləyirik. İki fırıldaqçı bir araya gələrsə. Başladıqlara sürəsən. Çox sağ ol qardaş, görüşərik inşallah. Sağ ol qardaş, inşallah. Loxa bax, 10 minə Mercedes olur ala. Loxa bax, ağlınca məni aldatmaq istəyir. Gör mən bilmirəm sən nə etmək istəyirsən. Bu dəqiqə mən telefona qoşdum, GPS-la maşın yerini tapım. Axşam gedim onu oğurlayım. Güya mən indi bilmirəm sən maşına GPS qoşdurub sonra maşını oğramaq istəyirsən. Qoy indi proqramla GPS-i söndürüm. Düşüncəyə bax. Yenə zibil, bu GPS niyə göstərmir? Qoy ən yaxşısı buna zəng eləyim. Deyim ki, maşında nəyimsə yaddan çıxıb, maşının yerini öyrənim. Mən Elmir'in tərəfindəyəm. Elmir haqlıdır məncə. Deyə zəng eləyir lox. Ki ağıllıdır da bu. Alo. Alo, qardaş mənəm. Şeydir, maşında nəyimsə yaddan çıxıb, maşın yeri hardadır, gəlim onu götürüm. Qardaş maşında heç nə qalmayıb ki. Getdim avariya elədim, maşını da verdim metalloma. Ha. Davay. Sən ağıllısan, mən də səndən ağıllıyam. Lox. Görəsən kim aldatdı? Əsas odur ki, ölüm itim olmadı. Normal insanlar. Tıqım qaldı. Sönməmiş gedim taxım zaretkaya. Sən və mən. Satacaqsan. Sən bunu bacaracaqsan. Mən hələ tokda ola oynayıram. Uşaqlara qarşı edilən səhvlər. Ata bu gün məktəbdə yıxıldım. Dizim əsildi, yaman ağrıyır. Nə olub? Yıxılmısan da, dur ayağa da. Kişi deyilsən. Dəyərsizləşdirmək. Ay ata, telefonum öz-özünə söndü. Sönər də bütün gün əlindən yerə düşmür telefon. Allah bilir xarab elədin yenə. Sən bilirsənmi ona nə qədər pul vermişəm heç? Günahkar hiss etdirmək. Həqiqətən arada yaşanır belə hisslər. Adam biraz belə olanda yəni çox fikir eləyir. Məktəbdə bir dənə qız var idi, adı Nuraydı. Mən sevirəm ya onu. Sən önce qızlar sevirsən, böyümüsən önce. Azərbaycanda oğlun qız sevir, gəl bunun tərbiyəsi ilə məşğul ol. Tez yaşda sevmək ya da sevilmək normaldır. Yəni ancaq köhnə dövrün insanları biraz tərbiyəsizlik kimi baxırlar da. Əvvəlki dövrdə belə bir şeylər olmayıb axı. Sevgini bağladı, pul, güc, ağıl, karyera, maşın hamısı əlimdədir. Razıyam, bax bunu gözləyirdim. Yardım edin. Allah rızası üçün yardım edin. Allah rıza. Çox sağ ol qardaş, çox sağ ol. Allah Oktayla da video çəkiblər. Qəşəng. yardım edin. Allah rızası üçün yardım edin. Görmür. Yardım edin. Görmür amma hissiyatı güclüdür. Uşaqlar, burada xaldenk içində bir dənə hörümçək tapmışam. İndi sizə göstərəcəm. Xaldanın içindən hörümcək hardan girir? Ay gördüm. Biraz göründü elə bil. Xaldanlikdə doğul deyə maşallah. Hara getdi bu? Ay YouTube sən canım. Bax bu. Belə bir şey olacağını bilirdim. Buna görə də videoları sonuna qədər baxıb yükləməliyəm. Sonra da elə marağı olmur məncə. Bayramlaşma qabiliyyətim. Açma. Hadi buradan ağzıma zəkərdə qızım. Alo. Bahəm qurbanım bayram. Sizinlə bahəm. Çox sağ olun, Allah razı olsun. Həqiqətən mənim ümumiyyətlə danışma qabiliyyətim belədir. Hoş gördük. Mən gözləsəm. Danış. Arxadan qaqaş necə baxır? Nənəm deyir rayondan. Ay can. Özün sən qoyun. Qoyun bayramı, qurban bayramı mübarək. Sağ ol. Mən də bir dənə sadəcə deyirəm ki, bayramınız mübarək. Bilirəm ki, mən yəni bu cür davam eləsəm, çaşacam. Ondan sonra elə təkcə bayramınız mübarək yaxşıdır. Mən məktəbdə müəllimə dərs danışa bilmirdim. Bilmirəm nəyə görə. Öyrənsəm də deyirdim öyrənməmişəm.
Qorxuram ki çaşaram birdən, yəni uşaqlar yanında utanaram. Mən işdə olanda hava. Yoruldum. Çöldə hava nətərdir görəsən? Səsdən bilinir ki, hava çox superdir. Ayda, əla hava var çöldə. Amma mən işdəyim hələ. Eybi yox, nə olacaq, canın sağ olsun. Onsuz da sabah bazar günü də istədiyim qədər çıxıb gəzərəm. Gedim işlərimi görüm. Mən evdə olanda hava. Ayda, bu gün iş günü deyil. Durmayağa axşama kimi gəzəcəm şəhəri. Görüm hava necədir. Bütün şəhəri gəzməliyəm, hər yeri. Tez sevindi məncə. Hava nə pisdir. Bu bilirsiniz nəyə oxşadı bu? Məktəb vaxtı səhər adam yatıb qalır, dura bilmir. Amma dərs olmayan, yəni 6 bazar adam səhər 6-dan durur. Əslində video ilə biraz çox əlaqəsi yox idi, amma yəni bu cür hadisə var. Qonaq uşağını çırpdıqdan sonra ağlayıb anasına deməsin deyə göstərdiyim performans. Əsas da qonağın uşağı gəlir, sənin əşyağı falan toxunur. Sonra orada gələn əsəb. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə, videonu like atıb aşağıdan kanalımıza abunə olmayı çıxarmayın. Gələn videolarda görüşmək ümidilə sağ olun, sevilirsiniz.